Əzəldən ey qoca dünya, səfasızın birisən. Əzəldən ey qoca dünya, səfasızın birisən. Mənim səninlə nə karım, vəfasızın birisən. Əli kimi kişidən 3 kərə təlaqım var. Əli kimi kişidən 3 kərə təlaqım var. Bununla sabit olur ki, həyasızın birisən. Kələklə, hilə və məkr ilə yoğrulub xəmrün. Nə aldanım sənə mən ki, xudasızın birisən. Kəfəndən özgə nə verdin Nəbi Süleymana? Malın fənadır özün həm bəqasızın birisən. Yazılmayıbdı lüğət dəftərində ləfzi vəfa. Yazılmayıbdı lüğət dəftərində ləfzi vəfa. Bu kəlməyə sən əzəl aşinasızın birisən. Nə cilvədir bu edirsən fənaiyə dünya? Nə cilvədir bu edirsən fənaiyə dünya? Vəfasızın birisən ki, vəfasızın birisən. Bismillahirrahmanirrahim. Hər vaxtınız xeyirli, bərəkətli olsun, əziz, dəyərli tamaşaçılarımız. Mübarək Ramazan ayında tutduğumuz oruclar, verdiyimiz iftar süfrələri və bütün etdiklərimiz ibadət, itaətlər bu gözəl rəhmət, bərəkət ayında Allah dərgahında gözəl surətdə qəbul olsun inşallah. Həmişəki kimi verilişimizin əziz dəyərli qonağı Hacı Fariz Xanmədlidir. Hacı, xoş gördük bir daha sizi. Allah sizdən razı olsun. O gözəl qəzələ görə sizə xüsusi minnətdarlığımı bildirirəm. Salamlayıram sizin simanızdan. Aleyküm salam. Bütün izləyicilərimizi. İcazə versiniz, suala keçməmişdən qabaq mən o qəzəl barəsində bir-iki təəssüratımı bölüşərdim. Buyur hacım. O ki, dünya tənqid olunur bəzi hədislərdə və siz orada çox gözəl işarələr vurmusunuz ona. Allah sizdən razı olsun. Və bəzi məsələlərdə dünya təriflənir. Bəzən görsən dostlar bizə yazırlar, bu necə olur? Əgər bir dünyadan söz gedirsə, niyə əksər hallarda dünya pislənilir, tənqid olunur və bəzi yerlərdə görsən məth olunur. Dünya pis deyil, bəlkə azdır, ya dünya axirətin əkin sahəsidə, dünya məzrəyətül axirə filan. Bəzi yerdə də İmam Əli əleyhissalam birbaşa dünyanın vəfasızlığından danışır, ah-nalə edir. Hətta dünyadan gedəndə feyzə çatdım deyir, Kəbənin Allahın and olsun. Uşaq ana südünün həsrətini çəkdiyi kimi mən bu günün həsrətini çəkirdim, feyzə yetişdim, qurtuldum, bu sözlər var. Ya dünya, innəmə dünya cifətun, dünya murdar bir cəmdəyə bənzəyir, onu tələb eləyənlər də Talibuha kilab, o heyvanlara bənzəyirlər ki, o cəmdəyin ətrafına yığışıblar. Yəni belə dünya barəsində zidd və paradoksal sözlər keçir. Buna həm sizin şeirinizdə işarə var idi, Allah sizdən razı olsun. Ümumi mənada bir izləyicilərimizə bir açıqlama deyim ki, pislənilən dünyanın materialı deyil. Yəni dünya özü pislənilmir. Dünya özü də təriflənilmir. Yəni sizin şeirinizdə də keçirdi. Yəni məsələ necədir? Məsələ burada belədir ki, bizim dünyaya münasibətimiz pislənir. Yəni dünya ki, o məzəmmət olunmuş, pislənilmiş, kötülənmiş dünya var, o insanın dünyaya verdiyi dəyərdən asılıdır. Yəni sən dünyaya necə baxırsan? Əgər sən dünyanı səni Allahdan qafil eləyən, səni Allahdan uzaqlaşdıran bir varlıq kimi görürsənsə, orada dünya pislənir. Həm İmam Əli pisləyir, həm də sizin şeirinizdə pislənir. Hədisə əsasən. Bir də var ki, dünyadan biz yaxşı mənada istifadə eləmək istəyirik. Yəni dünya bizim üçün biz keçən verilişdə də buna işarə edirik. Qəzəldə çox gözəl üst-üstə düşdü. Yəni pislənən və təriflənən bizim dünyaya baxışımızdır. Bizim dünyadan necə istifadə eləməyimizdir. Əgər o dünya bizi Allaha tərəf addımladırsa, aparırsa, o gözəldir. Bəlkə də azdır və axirətin əkin sahəsidir. Yox, əgər dünya bir vasitəyə çevrilib bizi aldatmaq üçün, ki çevrilmişdi bir vasitəyə, İmam Əli əleyhissalam aldatmaq istəyirdi, Həzrət ona 3 təlaq verdi. Yəni 3 təlaq budur ki, bir də heç vaxtı sən mənim olmazsan, mən də sənin olmaram. Dünyanın ümidin qırdı özündən. Yəni sən məni Allahdan ayıra bilməzsən ki, siz ona çox gözəl surətdə orada işarə eləmişsiniz qəzəlimizdə. Ümumiyyətlə izləyicilərimiz buna diqqət eləsinlər ki, yəni bir iş pis deyil.
Allah pis bir şey yaratmayıb. Allah onu gözəl yaradıb. Sadəcə biz ondan necə istifadə edə bilirik? Mən biraz irfani cəhətdən icazə versiniz bu Buyurun məsələyə Hacı, nə yanaşım. gözəl oldu. Deməli bizdə belə bir məsələ var, bir qərizə deyilən bir his var, bir də fitrət deyilən bir məsələ var. Bu bizim dünya ilə münasibətimizdən asılıdır, bağlıdır. Təsəvvür eləyin, bizim dünyaya nisbətimizdən doğur bu məsələlər ortaya çıxır. Allah Təbarək və Təala bizi üçün iki formada hidayət yaradıb. Bir hidayət təkvini deyirlər ona, bir də hidayət təşrii deyirlər. Təkvini hidayətin özü insanlar üçün və heyvanlar üçün, bütün məxluqat üçün, hamısı üçün var və dünyanın özü üçün də var. Allah bir nəzm yaradıb, dünya həmən nəzmlə hərəkət eləyir. Allah bir nəzm yaradıb, İnsan və heyvan o nəzmdən hərəkət eləyir. Məsələn, görürsən, Allah bir məntəqədə bir quşlar yaradıb, bir heyvanlar yaradıb, bir bitkilər yaradıb. O quşu, o bitki təmin eləyir. Və dəryanın dibində havasız yaşamaq üçün həşərat yaradıb, həşərələr yaradıb. Hər məntəqəyə uyğun heyvanlar və bitkilər yaradıb Allah Təbarək və Təala. O heyvanlar və o bitkilər öz qərizələrinə, öz hisslərinə uyğun hərəkət eləyirlər. Məsələn, görürsən, Allah Təbarək və Təala bir qoyun öz quzusunu dünyaya gətirəndə, o quzu hardan bilir mən qoyunun harasından süd yeməliyəm? Və necə süd yeməliyəm, necə qidalanmalıyam. Allah onu təkvin aləmində qərizəsi ilə onu yönləndirib. Allah ona yön verib. Bu insanda da bəzi təkvini qərizələr var. Bəzi qərizi hisslər var. Məsələn, insan da belədir. Məsələn, insanın acmağı, susuzlaması, öz ehtiyaclarının ödəməsi, bunlar qərizədir. Hiss üzü iləndir. İnsan hisslə onları başa düşə bilir, meyllə onları başa düşə bilir. Allah onları yaradıb, biz o qərizə ilə hərəkət edirik, addımlayırıq. Dünyada da bu təkvin var, dünya da o nizamla hərəkət edir. Bir də Allah insana başqa məxluqatdan əlavə bir ağıl verib. Bir ağıl verib və o fitrət biz adlandırırıq onu. Qurani Kərimdə də fitrət barəsində ayə keçir. Allah o fitrət vasitəsilə insanlara yön verir, istiqamət verir. Artıq burada insan fitrət o qərizə ilə olana deyilmir. O insanın zati meyli ilə ki, heyvanda var idi, biz ona qərizə adı qoymuşduq və insanda da var idi, ona biz qərizə adı qoymuşduq. Bir də var ki, insan özü öz ixtiyarı ilə Allah onun daxilində bir yönləndirmə qoyub. İnsan başa düşür ki, necə istiqamət götürmək lazımdır kamilliyə doğru. O batini peyğəmbərdir. Allah ona fitrət adı qoyur. O batini peyğəmbərdə belə bizim dünya ilə münasibətimiz qoyulub. Yəni mən bu sözləri niyə deyirəm? Demək istəyirəm ki, tək dünya ilə bizim baxışımız dünyaya təkcə bizə qıraqdan göndərilən peyğəmbərlər ki, təşridir. O şəriət hidayətində var. Tək onu ilə deyil bizim dünya ilə tanışdığımız. Hələ Allah Təbarək və Təala dünyadan necə istifadə eləməyimizi bizim batinimizdə də, fitrətimizdə də qoyub. Zahirdə göndərilmiş peyğəmbərlər bu hidayəti təşrii deyirlər, şəriətin gətirdiyi hökmlər, onlar bizim fitrətimizlə bir-birini dəstəkləyirlər. Fitrət batini peyğəmbərdir, zahiri peyğəmbər də zahirdə göndərilmiş peyğəmbərlərdir. Bunlar bir-biri ilə əl-ələ verirlər, Allahın bizim üçün yaratdığı məsələləri üzə çıxardırlar və insan kamilliyə doğru belə addımlayır. Bu ki, biz nuzuli seyir var, bir suudi seyir var. Biz əsas bu suudi seyirdə Allaha tərəf addımlayırıq. Bu seyri suudidə həm batini fitrətimiz, həm də xarici peyğəmbər bizə köməklik eləyir. Bəzən görsən mühitlə fitrət başlayırlar bir-birinə savaşmağa. Mühit başlayır bizi xəstələndirməyə, aradan aparmağa. Mühit bizim fikirlərimizi aradan aparır. Biz yaxşı bildiklərimizi bizim üçün pis göstərməyə çalışır. Bugün ümumiyyətlə dünyada hacı, nə gözəl qəzəl seçdiniz, oxudunuz. Bugün ümumiyyətlə dünyada belə bir proses gedir. İnsanın dəyər verdiyi məsələlərin hamısını sual altına aparırlar. Artıq belə bir məsələ ortaya çıxıb. İnsan nəyi dəyərli bilirdisə, onun gözündə onu dəyərdən salmağa çalışırdılar. Hələ 30 il bundan qabaq, 25 il bundan qabaq Qərb dünyasında böyük bir yazıçılardan biri kitab yazmışdı. Ailə əleyhinə müharibə. Dünyada ailə əleyhinə müharibə gedir, Qərb dünyasında xüsusilə. Yəni biz ailə dəyəri, məsələn, Qərbin də bir ailə dəyəri var idi. Bu mənim ailəmdir, bu mənim uşağımdır. Mən buna vaxt ayırmalıyam, birinci bunlarla məşğul olmalıyam, bunları cəmiyyətə təqdim eləməmişdən qabaq bunların kamilliyi ilə məşğul olmalıyam. Artıq bu dəyərlər ki, ailədə var idi, bu dəyərləri apardılar sual altına. Bunları yox elədilər.
Bu olub qərb dünyasında 30 il bundan qabaq. Bizim dünyamıza bu gün gəlib çıxıb. Artıq o fədakarlıq ruhu var idi insanlarda. Məsələn, qadın fədakar olmalı idi. Bu gün görürsən qadın deyir, mən niyə özümü öz övladıma görə, mən qadınam, mən niyə öz övladıma görə, öz ailəmə görə özümü məhrum eləməliyəm? Bu fikirlər qərb dünyasından artıq şərq dünyasına da gəlib. Və artıq dəyərlər biz bilirdik. Məsələn, mən görürsüz də belə məsələlər ortaya çıxıb. Mən valideynimlə yaşamaq istəmirəm. Gəlin öz valideyni ilə bir yerdə yaşamaq istəmir. Qaynatası ilə, qaynanası ilə. O dəyərlər var idi də, qaynana bir dəyər idi, qaynata bir dəyər idi, ailə bir dəyər idi. Bunlar hamısı aradan aparılıb. Dini dəyərlər var idi, milli dəyərlər var idi. Bunlar aradan aparılır. Bir dənə insanda bir tərəhhüm, mərhəmət hissi qalıb. Artıq istəyirlər o mərhəmət hissi də olmasın. Yəni küçədə biri gələndə, bir nəfər yıxılıb yerə, sən gəldin, biri maşın vurub qaçıb misal. Sən gəlirsən o maşın vuran adamı götürürsən, xəstəxanaya aparırsan. İstəyirsən ki, ona köməklik eləyəsən. O özünə gələndən sonra heç bilmir onu kim vurub filan, sənə deyirlər bunu sən vurmuşdun. Sən də sübut eləyə bilmirsən. Artıq insan qorxur kimisə xəstəxanaya aparmağa. Misal da bu tərəhhüm ruhiyyəsi ki insanda var idi. Belə qanunlar çıxartmaqla, belə məsələlərlə o tərəhhüm ruhiyyəsini də, tərəhhüm hissini də, mərhəmət duyğusunu da insanlardan aradan aparmaq istəyirlər. Və bunlar aradan gedəndən sonra cəmiyyət bir dənə ölü bir ruha bənzəyəcək. Sadəcə insan yaşayışı görünməyəcək. O insan üçün hər nə olacaq bu dünya. İnsan ancaq yapışacaq bu dünyadan. İstəyəcək bu dünya mənim olsun. Və unudacaq ki, mən bu dünyada əbədi deyiləm. Mən bu dünyaya bir İmam Sadiq əleyhissalam Həzrəti İsa'dan nəql eləyir. Deyir, Həzrəti İsa bir gün bir körpünün üstündən dostları ilə keçirdi. Dedi, birdən sizin içinizdən kimsə dayansa, bu körpünün üstündə özü üçün ev tiksə, yaşaması üçün onu necə baxarsınız? Güldülər, dedilər, biz onu tənqid eləyirik, təbii biz buradan keçirik bu çayın üstündən. Niyə biz burada ev tikməliyik? Dedi, dünya belədir bunun misalı. Siz bir yerdən bu dünyaya gəlmisiniz, bir yerdən də bu dünyadan çıxacaqsınız. Bu dünyanın üstündə özünüzə imarətlər tikirsiniz, böyük imarət. Eybi yoxdur, olsun, amma siz orada əbədi yaşamaq fikrində olmayın. Siz orada əbədi yaşamayacaqsınız. İnsan haçan düşür zülm eləməyə, öldürməyə, dağıtmağa, haqqa girməyə, mənim olsun, onun vəzifəsini əlindən alım, bunun işini əlindən alım, onun pulunu əlindən alım. Hər nəyi özü üçün istəyir. Nə vaxtı bunu istəyir? O vaxt ki, belə düşünür ki, mən dünyada əbədi qalacam. Bu dünyada. Onda insanın dünyaya nisbəti dəyişir. Biz ki pisləyirik dünyanı, sizin qəzəlinizdən möhtəşəm surətdə o açıqlanır. Və Əli əleyhissalamın hədisində, Əli əleyhissalamın sözlərində, Quran məntiqində onlar hamısı bu fikirdir. O yerdə ki biz mahiyyətimizi itirmişik, təfəkkürümüzü itirmişik, biz qərizələrimizi belə unutmuşuq, fitrətimizi unutmuşuq, artıq ağlımızı unutmuşuq, zahirən gələn peyğəmbərlərin heç birinin sözünə baxmamışıq, sadəcə bunu tutmuşuq, bundan yapışmışıq ki, biz bunu başa düşmüşük ki, dünya bizimdir, biz dünyanınıq, bu dünyada yaşayacağıq, qalan hər nə boş şeylərdir. Kim gəlib ölümdən sonraki həyatdan? Bu fikirlərlə istəyirlər dünyanı böyütsünlər. Deməli, bizdə pislənən o dünyaya baxışdır. Əgər biz dünyadan gözəllik üçün istifadə eləsəydik, dünya və dünyada olanlardan, gözəllik üçün istifadə eləsəydik, bəşəriyyətə xidmət üçün istifadə eləsəydik, əgər dünyadan istifadə eləsəydik ibadət eləməyə, mətcəru ibadullahdır dünya, Allah dostlarının ticarət məkanıdır. Necə ticarət? Allahla ticarət eləyirlər. Allaha deyir, Allaha borc verin. Məsələn, Qurani Kərimdə deyir, Allaha borc verin. Necə Allaha borc verin? Deyir, Allah yolunda birinə köməklik eləyin. Sən köməklik eləyirsən, Allah da sənə köməklik eləyir. Məşhur bir söz var idi. Dedilər, sən necə varlandın? Dedi, Allahla yarışa girmişdim. O mənə verirdi, mən də Allah dostlarına verirdim. Allah bəndələrinə. O verdi, mən verdim. O verdi, axırda o qələbə çaldı. O mənim məğlub elədi məni. Yəni o qədər verdi ki, mən o qədər verə bilmədim. Bu dünyaya baxış İslamda gözəl baxış budur. Yəni dünya sənin üçün kamilləşməyə doğru bir addımdır. İndi biz necə baxırıq ona? Biz əgər ondan pis istifadə üçün baxırıqsa, dünyada qalmaq üçün baxırıqsa, dünyadan sui-istifadə eləyib başqalarına zülm eləmək üçün baxırıqsa, o bizdə pislənir, kötülənir, bəyənilmir. Deməli, biz baxış açımızı dünyaya qarşı düzəltməliyik. Onun üçün də hədislərdə, ayələrdə bu müxtəlif surətlər nəql olunur. Mütləq surətdə belədir. Yəni, həm o tərəfin Allah buyurur, həm bu tərəfin. Sonra da bizə vurğulayır ki, sizin dünya gözəl yaşamağınız üçündür. Təsəvvür edin, dünya bizi ilə həmahəng olsa, onda heç nə olmaz ki.
Məsələn, heç bir problem yaşanmaz ki. Allah bir mühit yaradıb, cəmiyyətdə mühit var. Birdən də insan var da. İnsanın daxilində bir fitrət var, bir qərizə var, bayaq dediyimiz kimi. İnsanlar o qəriziyə, o fitrətə uyanda, peyğəmbərlərə uyanda gözəl bir mühit yaradırlar. Onda hər nə bir-biri ilə həmahəng olur, əl-ələ verir, kamilliyə doğru insan gedir. İndi birdən mühiti korlayırlar. Qıraqdan kimlərsə qeyri-sağlam bir mühit yaradırlar. Artıq o mühit sənin daxili hisslərindən düz gəlmir. Sənin daxili hisslərin deyir ki, heç kimi incitmə. O mühitdə hamısı bir-birini incidir. O mühitdə heç kimi incitməyən adama məsələn, yararsız bir adam kimi baxırlar. O zirəng deyil, məsələn, o əlindən bir iş gəlmir, əfəldir, belə baxırlar adama. Görsən uzlaşmır. Sən o mühitdə özünü qərib hiss eləyəcəksən. Özünü orada çətin hiss eləyəcəksən. Yaşayışı çətin hiss eləyəcəksən. Birdən uzlaşsa, onda sən özünü orada bir qalib insan kimi hiss eləyəcəksən. Müvəffəqiyyət qazanmış insan kimi hiss eləyəcəksən. Allah bunu bəzən belə sual verirlər. Deyirlər, əgər bu mühitin təsiri ilə daxilimizdə qoyulmuş fitrət, yaxud peyğəmbərlər, bizə qıraqdan gəlmiş peyğəmbərlər bacara bilməyəcəkdilərsə mühitlə, bizdə o gücü olmayacaqdı. Allah bunları niyə yaradıb ki? Belə bir sual qoyurlar ortaya. Deyirlər, yox, mühitə fitrət qələbə çala bilir. Peyğəmbərlərin sözü mühitə qələbə çala bilir. O vaxt ki, fitrət ayılır. İnsanın daxilində fitrət ayılır. Onda mühit onunla mübarizə apara bilmir. O vaxt deyirlər, belə bir söz var. Deyir, 2-ci Dünya müharibəsində bir şəhərlərdən birinə girəndə, Avropa ölkələrindən birinə, bir şəhərə girəndə körpüdən girməli idilər. Körpünün üstünə qundaqda olan uşaqları düzmüşdülər. Hamısı uşaqlar körpünün üstünə düzülmüşdü. Bunlar tanklarla keçməzdilər də, bu uşaqları görədilər, xırda uşaqlar orada düzülüb. Bu komandir də əmr verməlidir keçmək üçün. Komandir danışır, deyirlər keçin, tanklar keçsin uşaqların üstündən. Belə əmr verilir. Bunlar tanklar uşaqların üstündən keçir, komandir də yolun qırağı ilə, körpünün qırağı ilə addımlayır. Güya gəlir, çatır körpünün o tərəfinə, çatandan sonra öz silahını çıxardır, özünü öldürür. Deyirlər, bu eləyə bilməzdimi? Bu əmri verməsin, körpünün o biri tərəfində özünü öldürsün. Deyirlər, yox, eləyə bilməzdi. Niyə? Çünki bu hadisələr baş verməli idi. Bu öldürülmüş fitrət oyanmalı idi. Bunun daxilindəki fitrət var idi, vicdan var idi, göndərilmiş peyğəmbərlərin sözləri var idi, dahilərin sözü var idi bunun fikrində. Bunlar hamısı onun dünyaya bağlılığı, öz rütbəsinə bağlılığı, öz həyatına bağlılığı, bunlar hamısı əl-ələ vermişdi, bu adamı insanlıqdan çıxartmışdı. Artıq bu qərar oyanmağı üçün eləmək lazımdır. Oyanmağı üçün fitrətin, insan bu əməllər ki göndərilib, bunlar hamısı ona görədir. Yəni bu mühitə tabe olmamaq. Mühitə tabe olmamaq üçün, fitrətə qulaq asmaq üçün Allahın dediyi sözlərə addım-addım əməl olunmalıdır. Siz elə bilməyin bu fitrət bir dəfiyə yatıb. Bu fitrət o qədər qışqırıb bəzən bizi oyatmağa çalışıb, bizə istiqamət verib. Biz bunlara baş qoşmamışıq, baxmamışıq. Baxmadığımıza görə artıq bu yatıb. Bunu yuxuya vermişik öz günahlarımızın nəticəsində. İndi birdən bir inqilab baş verir insan daxilində. O nədir? O körpələrin o ölümün görür, körpü üstə qoyulmuş körpələrin ölümünü görür, tankların onları tapdalamağını görür. Birdən-birə bu ayılır. Deyir, yox, bu düz olmadı. Mən bu əmri düz vermədim, bu hadisə düz baş vermədi. Və oradakı fitrət qalxır mühitlə mübarizəyə, qeyri-sağlam mühitlə. Orada mühit ona təslim eləyə bilmir onu özünə. Mühit məcbur olur ona təslim olmağa. Demək, biz ilk olaraq dünyaya bağlantımızı, dünya və dünyada olanlara bağlantımızı bir həddə eləməliyik ki, onlar bizim Allah tərəfindən daxilimizdə qoyulmuş o hissləri məğlub eləməsin. Necə ki, qərizəmizi məğlub eləyə bilmir. Biz haçan acırıqsa yeməyə tərəf gedirik, onu bilirik. Bir də fitrətimiz var axı. Fitrət nədir? Fitrət o kamilliyə tərəf bizi aparır. Deyir, bu seçimin burada belə olmalıdır. Qəzəblə, şəhvətlə ağlın arasındakı seçimdə düz seçim eləməlisən. Ağlın dediyini tabe olmalısan. Azı belə başa düşüldü ki, dünyaya məhəbbət qadağandır. Elədir. Yəni insanın dünyası olmağı heç də pis deyil. Pis deyil. Gözəl yaşamağı. Dünyaya məhəbbət də ola bilər olsun. Amma o məhəbbət Allahın məhəbbətindən məhəbbət olarsa, onda məqbul deyil. Məqbul deyil. Məsələn, bu hər sahədə belədir ya. Bəzən görsən, məsələn, insan dünya malı qazanmaq istəyir. Dünya malı qazanmaq üçün ibadətindən ayrılır. Biz bunu görürük. Buna heç kim baxmır. Bugün dünya bunun dərdini çəkmir ki, mən bu dünyaya, bu texnologiyaya, inkişafa, maddiyyata o qədər üstünlük verdim, tam mənəviyyat əlimdən çıxdı. Dünya bunun dərdini çəkmir. Amma bugün dünya bunun dərdini çəkir. Mən o qədər dünyanın dalıyca getdim, mənim ailəm yadımdan çıxdı. Mənim uşağım yadımdan çıxdı.
Mənim ehtiyaclarım yadımdan çıxdı. Dünyanın ən müvəffəq adamları maddi mütləq surətdə. Qərb dünyası, mən bu yaxınlarda bir buraxılış görmüşdüm, internetdə qarşılaşdım onunla. Gördüm ki, dünyada varlı adamlardan birinə müsəlman siyasətçilərindən biri bir sual verdi görüşdə. İndi ad çəkmək istəmirəm, çoxu bilir bunu. Sizin ailəniz necədir, ona dedi. O dedi, mənim ailəm yoxdur. Təsəvvür edin, dünyanın ən varlı adamlarından birinin ailəsi yoxdur. O ailə sevincini yaşaya bilmir. Nə olsun onun hər nəyi var? Onun bir dənə uşağı yoxdur, onun bir dənə xanımı yoxdur, onun bir dənə... Misal, heç kimi yoxdur da bu adamın. Yəni, demək istəyirəm ki, o ailənin bir istiliyi var, ha, ki, Quran buyurur ki, biz onu yaratmışıq ki, o siz üçün aramlıq vasitəsidir. Aramlıq, mən bunu çox deyirəm. Litəskunu. Deyir, siz onlarda aramlıq tapasınız. Məskən. Sözü Azərbaycan dilində işlənir də. Məskən. Məskən nə deməkdir? Məskən yəni aramlıq evi, aramlıq məkanı, rahatlıq məkanı. Yəni sən qıraqda nə hadisələr olur olsun, sən evə gələndə aramlıq görürsən evində. Bu tək bizdə deyil ha. Mən bunu Dostoyevskidə oxumuşam. Dostoyevski deyir ki, biz uşaq idik. Anamız bizə deyirdi, atavız evə gələndə axşam onun üzünə təbəssüm eləyin. Qıraqda həyat vahiməlidir. Qoy evə gələndə o evdəki rahatlığı, sıcaqlığı, istiliyi hiss eləsin. Təsəvvür edin, ailələr bütün dünyada belə olub. Tək İslam dünyasında deyil. Qərbdə də belə olub, şərqdə də belə olub. Hər yerdə ailə belə olub. Hər kəs öz ailəsinin içində daxil olana bir aramlıq taparmış. İndi bugün bizim dünya bağlantımız elə olub, biz dünyanın dalıyca gedə-gedə bir vəzifənin dalıcayıq, strimit eləyirik. Gücümüzü sərf eləyirik, onun dalıyca gedirik. Biz o vəzifənin dalıyca gedə-gedə, o pulun dalıyca gedə-gedə, o məqamın dalıyca gedə-gedə bütün hər nəyi unuduruq. Hər nəydən alıqoyuruq. O məzəmmət olunur. Bu məzəmmət olunan budur. Sənə deyir, bu dünya, siz o qəzəldə bunu pisləyirsiniz. Hədisdə o pislənilir. Yoxsa dünya özü gözəldir. Bizə deyilir ki, möminin yaxşı miniyi olmalıdır, yaxşı evi olmalıdır, yaxşı ailəsi olmalıdır. Niyə? Çünki onlar sənə ibadətində kamilliyə tərəf getməyində xidmət eləyəcəklər. Köməklik eləyəcəklər. Əgər o niyyətləndirsə olsun. Yox, bir də var ki, sən onu əldə eləmək üçün hər nə sənin yadından çıxıb. Da o məşhur söz var idi, deyir, uşaq atasından pul istədi, dedi, nə edirsən, acıladı, uşaq getdi, yatdı, sonra ata narahat oldu, gəldi, dedi, işdən gəlmişdim, yorulmuşdum, mənə bağışda, niyə indirdin pulu, bu qədər pulu, deyir, mən bir dəfə səndən soruşmuşdum, sən demişdin, günü 30 manata pul qazanıram, misal da deyir belə, məndə 27 manat var idi, onu 3 manat istəyirdim səndən, onun üstünə qoyum, sənə verim, sabah sən işdən tez gələsən, ya işə getməyəsən, mən səni görmək istəyirəm. Sən gec gəlirsən, mən yatıram, mən səndən məhrumam. Uşağın bir dönəmi var da. Uşaq o dönəmdə istəyirsən, o ilə bərabər olsun. Sənin dünya başı belə qatır, dünya və dünyada olanlar. Sən əsli hədəfindən uzaq düşürsən, yadından çıxır, unudursan əsli hədəfi. Yəni bizdə məzəmmət olunan dünya budur. Vəzifə pis deyil. Vəzifəni əgər sən bütə çevirərsən, o pis olacaq. Dünya pis deyil, pul pis deyil. Məqam pis deyil, bunlar heç bir elm pis deyil. Bunların hamısı əgər çevrilərsə, büt olarsa və sənin dəyərlərin var. Əsli hədəfdən saxlayarsa. Sənin dini dəyərlərin var, sənin milli dəyərlərin var, ailə dəyərlərin var, ictimai dəyərlərin var, insani dəyərlərin var. Bu dəyərlərin hamısı ardıcıl dəyərlərdir. Bir də var dünya. Sən bu dünyanı qazanmaq üçün, bu maddi məsələlərdə qazanc əldə eləmək üçün, uğur qazanmaq üçün sən bunların hamısını unutmusan. Bunların hamısını unutmusan, gedmirsən bu işlərin dalıca. Bəzən görürsən, alimlərin də həyatında var. Mən görürəm, yəni elm də bir yerə qədərdir. Elm də bir yerə qədər. Elm özü bütə çevrilir bəzən. Elmin özünü elm üçün istəyirlər, bəşəriyyətə xidmət üçün istəmirlər. Elm bəşəriyyətə xidmət eləmək üçündür, insanlara xidmət eləmək üçündür, gözəllik yaratmaq üçündür. Sən onun fərqinə varmadan hər nəyi unudursan, hər nəyi itirirsən, hər nə əlindən gedirsən, düşmüsən bunun dalıca. Budur pislənən. Dünya və dünyada olanlardan bu baxış açısıdır pislənən. Yoxsa dünya özü gözəldir. Allah bəndələrinin ibadət elədiyi yerdir. Belə baxanda, yəni onlar ki, dahidlər, alimdilər, peyğəmbər sözünü başa düşüblər, Quran sözünü başa düşüblər, onlar bu məsələləri iki tərəfli açıqlayırlar. Məsələn, bəzən görsən, mən görmüşəm, biri yazıb qəzəli, ancaq pis tərəfin, dünyanı pisləyib də. O elə bilir ki, elə bu qədərdir də, bu tərəfinə baxıb. Bir də var ki, insan onun yaxşı tərəfində ortaya qoyur. Mənim yadımdadır, sizin o dünya nə gözəl yerdir qəzəl şeirinizdə var idi da, mükəmməl bir şeir idi. Yəni sözüm budur ki, yəni siz həm şəriəti bildiyinizə görə,
dini alim olduğunuza görə həm işin o tərəfini canlandırmısınız, həm də işin bu tərəfini canlandırırsınız. Elə bilirəm əgər varsa bu kitabda oradan kitabda. Mümkündürsə ona Əslində ay hacım mən onu başqa bir oxusunuz da. suallar hazırlamışdım bu gün üçün. Maşallah olsun mən siz heç bilmirdiniz ki mən bu qəzəli Bəli, o qəzəli istəmədim, nə haqqınız gözəl olsun də da. cavablandırdınız. Yəni cavabınız yox. Nə gözəl də bu dünya barəsində məlumatlar verdiniz hacı. Allah sizi qorusun. İstəmədim hacı, əslində sözün haqqı zay Bəli. olsun. Əgər mümkündürsə hacı o şeiri də oxuyarsınız ki, bizim fikrimiz tam yerinə Bəli. düşsün də. Yəni həm o tərəfin yazmısınız, həm bu tərəfin yazmısınız Allahın izni ilə. İkisini də oxusuz daha gözəl olacaq da. Həm bizim açıqlamağımız şamil olacaq Allahın köməkliyi ilə. Allaha itaət üçün, məbuda ibadət üçün, Qur'anı tilavət üçün, dünya nə gözəl yerdir. Sən Dərd almaq üçün canə, yalvarmağa cananə, ah etməyə hicranə, dünya nə gözəl yerdir. Bura bax, ah etməyə hicranə. Yəni ahın içində də bir gözəlliyi Bəli. var. Göz yaşını süzmək üçün, kipriklərə düzmək üçün, dünyadan əl üzmək üçün, dünya nə gözəl yerdir. Adəm baba həsrətdən, enmiş yerə cənnətdən, əl çək bu məzəmmətdən. Dünya Nə gözəl yerdir. Bax, Adəm özü müsbət gəlib. baxış. Bəli. Bəli. Bir şəmə dolanmaq üçün, eşq oduna yanmaq üçün, aşiqliyi qanmaq üçün, dünya nə gözəl yerdir. Həqqlə doludur dünya, zatən uludur dünya, vəslin yoludur dünya. Dünya nə gözəl yerdir. Dünya olmasa Allaha qovuşa bilməzdik. Bayaq dediyiniz seyr-üsulu, seyr-üsulu. Bəli. Xurşidi münəvvər üçün, o zat-ı mütəhhər üçün, məqdəmdür peyğəmbər üçün. Dünya nə gözəl yerdir. Dünya özü aşiqdir, təriflərə layiqdir, sadiqlərə sadiqdir. Dünya nə gözəl yerdir. Allah bizi Dünya nə sadiqlərdən gözəl qərar yerdir. versin Amin. inşallah. Mükəmməl hacı, Allah mükəmməl. razı olsun Allah hacı. sizdən razı olsun. Yəni söz deyiləndə də belə deyilməlidir. O tərəfi də, bu tərəfi də. Bir dənə Alexis Carrel'ın Məchul Məxluq əsəri var. Məchul Məxluq insan barəsindədir. İnsanı tanımaq mümkün deyil. Mən keçən verilişlərində mən işarə eləmişdim ona. O uşaqlar meşəyə gedirlər, şir görürlər filan, balarsı sifətli, milçək sifətli, insan sifətli. O haqqda danışmışdım. Demək, o pozitiv baxma var da, pozitiv baxma. Yaxşı insanlara müsbətliyi aşılamaq, müsbət dünya görüşün, müsbət baxışı, yəni o mənfi baxışlardan, depressiv baxışlardan, pis baxışlardan insanı uzaq eləmək. Bu şeir mükəmməl bir şeirdir. Çox mükəmməl bir şeirdir. Yəni dünya gözəl yerdir, əgər sən ona gözəl baxa bilirsənsə. Əgər özün istəsin onu yaradılışının əksinə baxasan, yaradılışının əksinə, təkvininin əksinə o ilə əməl eləyəsən, onda təbiidir ki, dünya da sənin üçün pis davranacaq. Sadiqlərə sadiqdir. Dünya nə Allah gözəl razı olsun. Hacı heyf ki, verilişimizin sonuna gəlib yetişmişik. İnşallah hacı hazırladığım sualları gələn verilişdə müzakirə eləyərik. Allah sizdən razı olsun. Allah elinizə bərəkət versin. Allah sizi bu xalqa çox görməsin. Çox sağ olun. Sizinlə siz hamımızın dəyərlisisiniz. Estağfurullah. Allah razı olsun sizdən. Əziz dəyərli tamaşaçılarımız, verilişimiz sona yetir. Gələn görüşlərə qədər inşallah sağ-salamat qalın.